Herkese salamlar. Bugün biz sizlərlə iri həcmli cədvəlimizdəki məlumatları necə list formasına salıb və qarşısındakı o ədədin də ə, onun qarşısına əlavə etməyi və avtomatik olaraq dəyişməyi öyrənəcəyik. Gəlin başlayaq. Gördüyünüz kimi burada iri həcmli cədvəllərimiz var və bu dağınıq cədvəllərdir. Və indi biz bu cədvəllərdən birini istifadə etməklə bu biraz öncə göstərdiyim avtomatik cədvələ salınmasını öyrənəcəyik. Bunun üçün nə edirsiniz? İlk öncə hər hansı bir boş sütun və yaxud da boş xana seçirsiniz. Daha sonra data menüsünə daxil olub data validation-ı klikləyib data validation-ı yenidən aktivləşdirirsiniz. Burada birinci əlov hissəsinə daxil olub listə seçirik. Search hissəsinə, yəni mənbə hissəsinə hansı cədvəli listələyəcəksinizsə onu əlavə edirsiniz. İndi biz bu cədvəldən istifadə edəcəkdik. Ona görə də ancaq bu məlumatları listələyir. Bir şey də qeyd edim ki, bütün cədvəli seçməyə ehtiyac yoxdur. Sadəcə olaraq hansı məlumatları listələyəcəksinizsə onları o sütunu seçməlisiniz. Ondan sonra OK sıxırıq. Gördüyümüz kimi artıq bura bu işarə düşdü. O deməkdir ki, artıq biz məlumatlarımızı listələdik. Ondan sonra klikləyirsiniz və hər hansı birini seçirik. Ondan sonra gəlirik onun sağ tərəfinə. Daha sonra biz bərabərlik işarəsini qoyuruq və lookup-ı yazırıq. Nəyə görə? Çünki biz məlumatımızı gətirəcəyik. Məlumatımızı gətirmədən öncə bildiyimiz kimi birinci məlumatımız bizim nə məlumatdırsa, yəni gətiriləcək məlumata aiddirsə, onu seçməliyik. Ona görə də biz artıq xananı, həmin cədvəli deyil, sadəcə olaraq hal-hazırda düzəltdiyimiz data validation olan xananı seçirik. Ondan sonra vergül işarəsi qoyuruq. Bu məlumat hansı cədvəldədirsə, o cədvəlin hamısını seçmək lazımdır. Daha sonra yenidən vergül işarəsi qoyuruq və daha sonra gətirəcəyimiz məlumatın sütun nömrəsini yazmaq lazımdır. Biz indi bu cədvəldə bu rəqəmləri gətirmək istəyirik deyə, ona görə bu rəqəmlər ikinci sütunda durur, ona görə də 2 yazırıq. Daha sonra yenidən vergül işarəsi qoyuruq, daha sonra dəqiq məlumat istəyirik deyə false-ı seçirik və ötərizəni bağlayıb enter-i sıxırıq. Və gördüyümüz kimi artıq avtomatik olaraq məlumatımız gəldi. İndi biz burada məlumatımızı dəyişməklə qarşısındakı ədəddə dəyişmiş olacaq. Ondan sonra artıq biz home menüsünə geri dönüb həmin məlumatları biz yuvarlaşdıra bilərik və yaxud da dizayn verə bilərik, yəni qalınlaşdıra, onları sərhədləşdirə və yaxud da ki, bunlara rəng verə bilərik, hər hansı bir rənglə əlavə edə bilərik. Tekst rənglərini və yaxud da dəyişə bilərik və bununla da artıq biz iri həcmli burada gördüyümüz cədvəli bir sütuna, yəni bir xanaya əlavə etməklə avtomatik qarşısındakı ədədi də gətirdik və dəyişdik. Bu da bizə iri həcmli məlumatları bir xanaya yerləşdirməklə yerimizə qənaət etməsinə köməklik edir.